Salam uşaqlar, bu günlərim mən sizə mənşəyinə görə dağlar və düzənliklər haqqında danışacağam. Mənşəyinə görə dağlar iki qrupa bölünəcək mənşəyinə görə. Vulkanik və tektonik dağlar. Vulkanik dağlar sadəcə vulkan püskürür, nəticə etibarı ilə dağ əmələ gəlir. Tektonik dağlarımız isə öz növbəsində 3 qrupa bölünəcək. Qırışıq dağlar, sonra qırışıq faylı dağlar, bir də faylı dağlar. Qırışıq dağlara uyğun gəlir cavan dağlarımız. Məsələn, Alp, Himalay, Ant, Kordilyer, bu kimi dağlar. Qırışıq faylı dağlarımız yenidən törənən dağlardır. Onlara kimlər uyğun gələcək? 3 dənə. Altay, Sayan və Tian-Şan. Deməli, faylı dağlarımız hansılar olacaq bəs? Faylı dağlarımıza isə uyğun gələcək qədim dağlar. Deməli, qədim dağlar. Qədim dağlardan isə məsələn Skandinaviyadır, Appalaçdır, Ural dağlarıdır, Böyük Su Arcıdır. Bunları misal göstərə bilərik. Keçirik düzənliklərimizə. Mənşəyinə görə düzənliklərimiz, deməli, düzənlik. Bir var hündürlüyünə görə düzənliklər. Hündürlüyünə görə düzənliklər ayrılırdı. Məsəl üçün ovalıq, yüksəklik və yaylaya. Amma mənşəyinə görə baxsaq, deməli, mənşəyinə görə düzənliklərimiz bölündü hansı qruplara? Denudasyon və akkumulyativ. Deməli, indi gəlin baxaq görək denudasyon dağlar necə əmələ gəlir. Denudasyon dağın əvvəlində olubdur nə? Daha doğrusu düzənliklərin. Əvvəlində olubdur dağ, hündür bir dağ olubdur, dağ. Dağ xarici qüvvələrin təsiri nəticəsində, yəni eksogen qüvvələrin təsiri nəticəsində üst hissəsi dağılıb, parçalanıb və boyu yavaş-yavaş balacalaşmağa başlayıb, yəni çılpaqlaşma prosesi gedib, yəni denudasiya edib. Nəticəsi nə olacaq? Gedib olacaq yayla. Bəs akkumulyativ düzənliklərimiz necə olur? Müəyyən bir yerin ərazisində çökəklik olur. Çökək ərazi. Akkumulyasiya nədir? Toplanma. Toplanmanı nə həyata keçirə bilər? Axan sular həyata keçirə bilər, külək həyata keçirə bilər. Gətirib müəyyən bir çökək hissəyi akkumulyasiya edir, yəni toplayır. Akkumulyasiya. Nəticəsində nə yaranır? Ovalıq. Çünki biz demişdik, ovalıq nədir? Ovalığın hündürlüyü nə qədər olur? 0-200 metr. Düzdür? Yüksəklik 200-500. Yayda isə 500-dən yuxarı. Bu da oldu bizim mənşəyinə görə dağlarımız və düzənliklərimiz.